Sumqayıtda dəhşətli hadisə baş verib. Hadisə şəhərin 76-cı məhəlləsində qarşısında dayandığım bu fabrikdə qeydə alınıb. Belə ki, 19 nəfər zəhərlənib. Onlar dərhal Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına çatdırılıblar. Hadisə yerinə çoxsaylı təcili tibbi yardım briqadaları cəlb olunub. Zəhərlənmənin səbəbi hələlik rəsmi olaraq açıqlanmayıb. Lakin ilkin ehtimallara görə bu nahar vaxtı qəbul etdikləri qida ilə əlaqəli ola bilər. Hazırda aidiyyəti qurumlar tərəfindən hadisənin səbəbləri araşdırılır. Fabrikdə fəaliyyət müvəqqəti olaraq dayandırılıb. Təbibdən Denas TV-yə bildirilib ki, dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə əvvəlcə 19 nəfər təcili tibbi yardım avtomobili xəstəxanaya gətirilib. Daha sonra isə 2 nəfər öz şəxsi avtomobili xəstəxanaya müraciət edib. 21 nəfərin hər birinə zəruri tibbi yardımlar göstərilib. 21.04.2025-ci tarixində saat 16:05 radələrdən başlayaraq Sumqayıt Tibb Mərkəzinin nəzdində olan bir nömrəli şəhər xəstəxanasının yolxucu xəstəliklər şöbəsinə 21 nəfər, 18 qadın, 3 kişi cinsli şəxs hospitalizasiya olunub. Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən isə bildirilib ki, Abşeron Xızı Regional Bölməsinin əməkdaşları məsələni nəzarətə götürüb. Agentliyin mütəxəssisləri dərhal hadisə yerinə yollanıb. Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları araşdırmalar aparır. Nizami Rəsulov, Fərhad Ələkbərli, xüsusi olaraq Denas TV üçün.